Salam əziz izləyicilərimiz. Bugün sizlərə 26 aprel tarixində Dahi Akademi tərəfindən təşkil olunmuş blok sınaq imtahanının fizika suallarının izahına başlayırıq. Başlayırıq 31-ci sualdan. 31-ci sualda bizə deyilir ki, düzxətli bir yolda hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Buna əsasən 15 saniyə ərzində cismin yer dəyişməsini tapmalıyıq. Bilirik ki, VT qrafikində fiqurların altında qalan sahə bizə verir gedilən yolu və yaxud yer dəyişməni. Əvvəlcə yuxarıdakı hissənin sahəsini tapsaq, bir düz bucaqlıdır. Bu düz bucaqlının sahəsini tapmış olsaq, eninin uzunluğuna vurarıq. Eni 5, uzunluğu da 30 vurduq, 150 metr. Digər hissənin sahəsini tapsaq, deməli 10 vurarıq, olar 100 metr. Sadəcə yer dəyişmədə bilirik ki, bu mənfi nəzərə alındığına görə bura mənfini yazmalıyıq. Ona görə iki sahəni də toplasaq bizə verər 50 metr. Deməli cavabımız olacaq 50. Keçirik 32-ci suala. 32-ci sualda bizə link və tərpənən blokdan ibarət sistem qüvvədə neçə dəfə qazanc verər? Əvvəlcə tərpənən blokun qazancı 2 dəfədir. Yəni tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Keçirik linkin qazancını tapmağa. Linkin qazancını tapdıqda isə qüvvə qolunu kütlə qoluna bölməliyik. Yəni qüvvənin qolu 6 bölgü, kütlə asılan hissənin qolu da 2 bölgü. Bu da 3. Deməli linkimiz 3 dəfə qazanc verir. Tərpənən blokda 2 dəfə. Yekun nəticədə bunların bir-birinə hasili bizim sistemin qazancını vermiş olacaq. Yəni bu sistem qüvvədə 6 dəfə qazanc verir. Keçirik 33-cü suala. 33-cü sualda bizə deyilir ki, cismi yer səthindən H hündürlüyünə, H1 bərabərdir R hündürlüyündə olduqda ona təsir edən ağırlıq qüvvəsi F-dir. Bu cismi yer səthindən 3 yer radiusuna bərabər hündürlüyə qaldırdıqda isə ağırlıq qüvvəsi nəyə bərabər olar? Əvvəlcə biz yer səthindəkini tapmalıyıq. Yəni cisimlər yerdən uzaqlaşdıqca onların ağırlıq qüvvələri azalır. Biz indi müəyyən R hündürlüyündə F-dirsə yerdəkini tapmalıyıq. Yəni müəyyən məsafədən yerə yaxınlaşdıqda isə ağırlıq qüvvəsi artacaq. Nə qədər artar? R plus H-ın kvadratı qədər. Yəni H-ın yerinə də R qoysaq, 2R, 2R'in kvadratı 4-dir. Deməli, yer səthində 4F imiş ki, onu biz yer radiusuna bərabər hündürlüyə qaldıranda F olub. 4 dəfə azalıb F olub. Və indi 4F qüvvəsini biz, bu cismi yer səthində 4F-dir. Həmən cismin qüvvəsi və bu cismi biz 3 yer radiusu hündürlüyünə qaldırdıqda, indi H-ın yerinə 3R qoysaq, 3R, R oldu 4R, kvadratı 16. Yəni bu 16 dəfə azalmış olacaq. Və cavabımız da olacaq F bölünmüş 4. Keçirik 34-cü suala. 34-cü sualda bizə deyir ki, müxtəlif mail müstəvilər üzrə sürüşən eyni kütləyə malik cisimlərə təsir edən sürüşmə-sürtünmə qüvvəsi hansı halda ən kiçik qiyməti alacaq? Bilirik ki, mail müstəvi üzrə hərəkətdə cisim sürüşürsə, sürüşmə-sürtünmə qüvvəsinin düsturu μmj kosinüs alfadır. Və burada kütlələr eyni olduğuna görə, sürtünmə əmsalı eyni olduğuna görə biz onlara baxmırıq. Deməli, sürüşmə-sürtünmə qüvvəsini alfa ilə müqayisə aparırıq. Və bilirik ki, kosinüs alfa tərs funksiyadır, yəni qiyməti dərəcəsi artdıqca qiyməti azalır. Ona görə biz, deməli, alfanın böyük qiymətində kosinüs kiçik qiymət alır. Ona görə də hansının bucağı böyükdürsə, deməli orada bizim sürüşmə-sürtünmə qüvvəmiz ən kiçik olacaq. 40 dərəcə 4-cüdə, digərində 30, 25, 20, hansının bucağı böyükdürsə, onun sürüşmə-sürtünməsi ən kiçikdir. Cavab olur 4, yəni Y variantı. Keçirik 35-ci suala. 35-ci sualda bizə deyilir ki,
O nöqtəsindən keçən ox ətrafında fırlanan bir diskdir. Bunun üzərində bir A, B nöqtələri qoyulub və deyir hansı münasibətlər doğrudur. Bunu biz iç-içə çevrələr kimi fikirləşirik. Çünki o nöqtəsi ətrafında fırlanan çevrələrdir. Bilirik ki, bu çevrələrdə bizim tezliklərimiz, periodumuz, bucaq sürətimiz, dövrlərimizin sayı bərabərdir. Və buradakı cavablarda tezliyimizi bərabər götürüblər. Deməli, biri olur 2. Və sürətimiz, təcilimiz isə radiusla düz mütənasibdir. Yəni, A nöqtəsində olan, yəni A nöqtəsinin cızdığı çevrənin radiusu daha böyük olduğuna görə B-dən, ona görə A-nın sürəti də böyük olacaq, təcili də böyük olacaq. Görürük ki, şəkildən A nöqtəsinin təcili B nöqtəsinin təcilindən böyükdür. 1 də doğrudur. Amma 3 də bərabərdir deyir, 3 yanlışdır. Deməli, doğru variantımız 1 və 2 olacaq. Keçirik növbəti suala. Deyir, Kelvin şkalasının göstərişi 20 dərəcə yüksələrsə, Fahrenheit və Celsius şkalasının göstərişləri uyğun olaraq necə dəyişər? Deməli, Kelvin şkalasındakı dəyişmə ilə Celsius şkalasındakı dəyişmə bir-birinə bərabərdir. Yəni, əgər Kelvin şkalasında 20 Kelvin dəyişibsə, Celsius şkalasında da 20 Celsius dəyişəcək. Dəyişmələr bərabərdir. Amma Fahrenheit şkalası ilə Kelvin və yaxud Celsius arasında dəyişmə 1.8-dir. Yəni, 1.8 dəfə çox olacaq. 20-ni də 1.8-ə vurduqda cavabımız olur 36. Deməli, Kelvin şkalasında 20 Kelvin dəyişmə Fahrenheit şkalasında 36 Fahrenheit dəyişməyə bərabərdir. Amma Kelvin şkalasındakı dəyişmə ilə Celsius şkalasındakı dəyişmələr bir-birinə bərabərdir. Yəni, cavabımız olur Y variantı. Keçirik 37-ci suala. Deyir, istilik vermənin hansı növləri vakuumda baş verə bilər? Bilirik ki, vakuumda baş verən yalnız şüalanmadır, yəni A variantı. Şüalanmanın digərlərindən fərqlərindən biri elə budur ki, vakuumda baş verməsidir. Keçirik 38-ci suala. 38-ci sualda bizə deyilir ki, 30 litr həcmli ağzı bağlı qabda müəyyən qədər sıxılmış hava var. Havanın yarısını qabdan buraxdıqda, sonra qabda qalan hava neçə litr olar? Qazlar verilmiş həcmi tutduqlarına görə kənara nə qədər çıxmağından asılı olmayaraq yerdə qalan qaz yenə eyni həcmi tutduğuna görə elə qabda qalan həcmi də 30 litr olacaqdır. Keçirik 39-cu suala. 39-cu sualda bizə deyilir ki, 2 kiloqram kütləli maddi nöqtə çevrə üzrə 30 metr böl saniyə sürətlə hərəkət edir. Dönmə bucağı 180 dərəcə olduqda cismin impuls dəyişməsini tapın. 180 dərəcə 2də 1 perioda bərabərdir. Bilirik ki, 2də 1 periodda da impuls dəyişməsi 2mv-dir. Yəni, m-imiz 2 kiloqram, v-miz 3 metr böl saniyə, onu da vururuq 2-yə. Cavabımız olacaq 2 vur 2, o da vur 3. Yəni, 12 kiloqram vur metr böl saniyə. Cavabımız olur 12 Y variantı. Keçirik 40-cı suala. 40-cı sualda deyir, birinci arabacığın kinetik enerjisi Y olarsa, ikinci arabacığın kinetik enerjisi nəyə bərabərdir? Əvvəlcə kinetik enerjinin düsturunu yazırıq. M vurulsun V-nin kvadratı, burada sürəti 2V-də kvadrat olacaq 4V kvadratı böl 2. Bu bərabərdir 2mV kvadratına. Yəni, bizim 2mV kvadratımız deməli, Y-yə bərabərdir. İndi ikinci üçün yazsaq, deməli, ikinci üçün yazsaq, buradan qeyd eləyərik ki, deməli, Y bərabərdir 2m vur V kvadratı böl 2. 2-lər də getdi, qaldı mV kvadratı. Bizim əgər 2mV kvadratımız Y-dirsə, mV kvadratımız deməli Y bölünmüş 2 olacaqdır. Keçirik 41-ci suala. Deməli, 41-ci sualda bizə deyilir ki, 41-ci sualda
bizə deyilir ki, potensial enerjinin hündürlükdən asılı qrafikidir. Hansı nöqtədə cismin kütləsi ən böyükdür? Potensial enerjinin düsturunu yazmış olsaq, mgh. Buradan bizim kütləmizin böyük qiyməti. Kütlənin böyük qiymət alması üçün enerjimiz böyük, hündürlüyümüz kiçik qiymət almalıdır. Yəni enerjinin böyük xətlərini götürürük, hündürlüyündə kiçik qiymətlərini. Bu iki nöqtənin kəsişməsi bir nöqtəsinə uyğun gəlir. Yəni cavab olur A variantı. 42-ci sual. 42-ci sualda tarazlıqda olan dinamometrin göstəricilərinə əsasən ondan asılmış yükün çəkisinin və cihazın xətasını müəyyən edin. Buradan şəkildən görürük ki, cismin çəkisi əqrəb 8-in üzərində durduğuna görə deməli 8 newtonu göstərəcək. Xətanı tapdıqda isə cihazın xətası 1 bölgünün yarısıdır. 1 bölgünü də necə tapırıq? Qonşu ədədləri bir-birindən çıxırıq, bölürük aradakı hissələrin sayına. Yəni qonşu ədədləri bir-birindən çıxsaq, 10-dan 8 çıxarıq 2, fərqi yoxdur. 10-dan 12 də çıxa bilərsiniz, 14-dən 12 də çıxa bilərsiniz. Yəni yekun nəticədə 2 bölgüdür. 2 və aradakı hissələrin sayı da 2-dir. Böldük, alındı 1 və bu 1-in də yarısı bizə verir xətanı, yəni 0,5. Cihazın xətası 0,5-dir. Cismin çəkisi də 8 newton, yəni D variantı. 43-cü suala keçirik. 43-cü sualda deyir ki, iki maddi nöqtənin sürətinin proyeksiyası zamandan asılılıqları verilmişdir və biz birincinin ikinci nöqtəni nəzərən sürətinin proyeksiyasını tapmalıyıq. Birincinin ikinciyə. Yəni birinci tənlikdən 5T-dən çıxarıq, ikinci tənlik 3T çıx üstəgəl 2-ni çıxırıq. Və buradan mötərizəni açdıqdan sonra 5T-dən 3T çıxırıq, alır 2T. Bu 2 də mənfi olur, qabaqdakı mənfiyə görə. Deməli, olur 2T çıx 2, yəni A variantı. 43-cü sual, 44-cü sual. 44-cü sualda deyilir ki, şəkildəkilərə əsasən, deməli, biz təzyiqləri müqayisə aparmalıyıq. Bərk cisimlərin təzyiqinin düsturuna əsasən, yəni F bölünmüş S-ə əsasən təzyiq S-lə, yəni sahə ilə tərs mütənasibdir. Hansının sahəsi çoxdursa, onun təzyiqi azdır. Şəkildən görülür ki, hər 3 cisimdə, yəni 4 dənə kərpiclər üst-üstə qoyulub, yəni bunların 4-ünün də qüvvələri eynidir, təzyiq qüvvələri eynidir. Amma sahələrə baxdıqda görürük ki, birinci ilə ikincinin sahəsi eynidir. Deməli, birinci ilə ikincinin təzyiqləri də eyni olacaq. Üçüncünün sahəsi az olduğuna görə onun təzyiqi daha çox olacaq. Çünki təzyiq sahə ilə tərs mütənasibdir. Ona görə cavabımız olur A variantı. Keçirik 45-ci suala. Sabit kütləli ideal qazın təzyiq həcm asılılığı verilmişdir. Həmin prosesdə molekulların konsentrasiyasının təzyiq qrafiki hansıdır? Buradan görürük ki, P sabitdir. Burada da deməli P sabit olacaq. V artır, amma konsentrasiya N bərabərdir. Böyük N bölünmüş V düsturuna əsasən konsentrasiya həcmdən tərs asılıdır. Yəni, həcm burada artır birinci qrafikdə. Amma deməli, konsentrasiya azalmalıdır. Təzyiqin sabit və konsentrasiyanın azaldığı nöqtəyə baxmalıyıq. O da 1 və 4-ü, 1-dən 4-ə o hissəni verəcək. Deməli, cavabımız olur D variantı. 46-cı sual. 46-cı sualda Boltzmann sabitinin vahidini bizdən soruşur. Bilirik ki, Boltzmann sabitinin vahidi Joule bölünmüş Kelvindir. Joule'un da əsas vahidlərdən açılışı kiloqram vurulmuş metrin kvadratı böl saniyənin kvadratı. Onu da Kelvinə böləndə vur Kelvin olacaq. Yəni, cavabımız olur kiloqram vur metrin kvadratı böl saniyənin kvadratı vur Kelvin. C variantı. 47-ci sual. 47-ci sualda ideal qaz 1 halından 2 halına keçərkən gördüyü işi. PV qrafikində, deməli, PV qrafikində
Fiqurun altında qalan sahə bizə verir görünən işi. Yəni A bərabərdir. Burada da düzbucaqlı olduğuna görə bunun n olur 6-dan 2, 4. Hündürlüyü də 3. Bu da olacaq 12. Sadəcə burada sıxılma prosesi olduğuna görə qaz mənfi iş görür. Yəni mənfi 12 kilojoule iş görmüş olacaq. Şəkilə əsasən görürük ki, bu sıxılmadır. Sonra keçirik 48-ci suala. 48-ci sualda bizə deyilir ki, koordinat zamanın asılı qrafikidir və cismin təcilini hesablamalıyıq. Şəkildən bizim bilirik ki, xm bizə verilib, yəni amplitudumuz verilib 0,8 və periodumuz var. Periodumuz da 4 bölgüdən 1 hesablayacaq. 1, 2, 3, 4. Periodumuz da 4 saniyədir. Əvvəlcə biz omeqanı tapaq. Omeqanın düsturuna əsasən periodla 2pi böl t düsturuna əsasən. Yəni 2 vur 3 böl 4. Bu da olacaq 1,5. Bizim omeqamız 1,5-dir. Və təcilin amplitud qiymətində omega ilə olan düsturuna əsasən, yəni omega kvadratı xm düsturuna əsasən 0,8-i də 1,5-in kvadratı 2,125-ə vurduqda cavabımız olacaq 1,8. Yəni C variantı. Keçirik 49-cu suala. 49-cu sualda deyilir ki, deməli, verilmiş kütləli ideal qaz üzərində izoproseslərdə hər biri üçün eyni istilik miqdarı ayrılır və biz qazın daxili enerjisinin dəyişmələr arasında münasibətə baxmalıyıq. Əvvəlcə baxaq 0-1 aralığına. Görürük ki, burada deməli PV-dən tərs asılıdır. Deməli temperatur sabitdir. Temperatur sabitdirsə izotermik proses. İzotermik prosesdə daxili enerjinin dəyişməsi 0-a bərabərdir. Yəni delta U1 0-dır. 2 və 3-ü necə müqayisə apararıq? 3-cü izoxar prosesdir. Termodinamikanın birinci qanunu bizə deyir ki, delta U bərabərdir A Q plus A-ya. Yəni qaza verilən daxili enerjinin dəyişməsi istilik miqdarı ilə işin görülməsinə cəmini sərf olunur və izoxar prosesdə iş olmadığına görə işi 0 götürürük. Bu zaman qaza verilən istiliyin hamısı daxili enerjinin dəyişməsinə sərf olunur. Yəni delta U bərabərdir Q-yə. 0-2 prosesində isə, yəni izobar prosesdir, amma izobar prosesdə istiliyin 0,6 hissəsi işin daxili enerjinin dəyişməsinə sərf olunur. Deməli, izoxar prosesdə istiliyin hamısı, yəni Q-nun hamısı daxili enerjinin dəyişməsinə sərf olunur. İzobar prosesdə isə 0,6 hissəsi. Deməli, 1-də daxili enerjinin dəyişməsi 0-dır. 2-də 0,6 Q-dür. 1-də də, 3-də də Q-yə bərabərdir. Deməli, ən çox 3-dədir. U3 də U2-dən böyükdür, U1 də 0-dır. Cavabımız olur C variantı. Keçirik 50-ci suala. Mayələrin sıxlığı hansı cihazdan ölçülür? Mayələrin sıxlığı areometr adlanan cihazla ölçülür. A variantı. Yaylı rəqqasın periodunun rəqsin amplitudundan asılığı. Deməli, yaylı rəqqasın, ümumiyyətlə rəqqasların yaylı və yaxud riazinin rəqqasın periodu, tezliyi, omeqası, deməli, amplituddan asılı deyil. Yəni B variantı. Deməli, 52-ci suala keçirik. 52-ci sualda bizə deyilir ki, A bərabərdir 2J təcili ilə hərəkət edən şaquli yuxarı hərəkət edən liftdə cismin neçə dəfə əlavə yüklənməyə məruz qalar. Əlavə yüklənmənin düsturu 1 plus A bölünmüş J-dir. A-nın da yerinə 2J qoysaq, J-lər A-nın yerinə 2J qoyarıq. J-lər gedər, 2-nin üstə 1 gələndə 3. Deməli, bu cisim 3 dəfə əlavə yüklənməyə məruz qalır. Əlavə yüklənmə, yəni cismin yuxarı təcillə, liftin yuxarı təcillə hərəkəti zamanı
malik olduğu çəkinin sükunətdəki çəkidən nə qədər çox olduğunu göstərən bir kəmiyyətdir. 53-cü sual. Deməli, 53-cü sualda bizə deyilir ki, açar sözlərindən istifadə edərək ardıcılığı müəyyən etməliyik. Birinci, verilmiş kütləli bir atomlu ideal qazı izobar qızdırdıqda onun deməli təzyiqi sabit qalır, temperaturu isə artır. Onda Gay-Lussac qanununa görə həcmi artır, yəni 2. Bu prosesdə qazın sıxlığı və qaz molekullarının konsentrasiyası azalır. Verilmiş kütləli ideal qazı izotermik genişləndirdikdə onun həcmi artır və Boyle-Mariotte qanununa görə təzyiqi azalır. Yəni 4, 2, 3, 5, 1. Doğru variantımız belə olacaq. 54-cü sualda verilmiş kütləli ideal qazı izobar olaraq 50 Kelvin qızdırdıqda onun həcmi 3 dəfə artır, qazın başlanğıc temperaturunu tapır. Bilirik ki, izobar prosesdə P konstantdır və V ilə T bir-biri ilə düz mütənasib. Yəni T1-in T2-yə bərabər olur V1-in V2-yə. Deməli, buradan deməli verilənləri yerinə qoyarıq. T1-imizi yazırıq. T2-miz 50 Kelvin artdı. Yəni T1-dən 50 Kelvin çoxdur. Daha doğrusu 500 Kelvin. Üstəgəl 500. Bərabərdir. V1-imizi yazırıq və həcmimiz də 3 dəfə artır. Yazacağıq 3 dənə V1. Buradan V1-lər getdi. Tənasüb kimi yazsaq, yazırıq 3 T1 bərabərdir. T1 üstəgəl 500. Buradan da T1 bərabərdir. 2 T1, 500-ü də 2-yə böləndə 250. Cavabımız olur 250. Deməli, qazın başlanğıc temperaturu 250 Kelvin imiş. 55-ci sual. 55-ci sualda bizə deyilir ki, deməli, faydalı iş əmsalının 25%-dir, istilik mühərrikin gördüyü işi verib, işçi cisminin aldığı istilik miqdarı. Faydalı iş əmsalının düsturu, yəni A bölünsün Q1 vurulmuş 100%. A burada istilik mühərrikinin gördüyü işdir, Q1-də qızdırıcının istilik miqdarıdır, faydalı iş əmsalımız da 25%-dir. Deməli, bizə A-nı verib 2-dir, Q1-i tapmalıyıq. Etamız 25-dir, 25-i 100-ə böldük, 0,25. Buradan da Q1-i taparıq ki, 8 kilojoule. Yəni, standart bildiyimiz düsturla A bölünmüş Q1 düsturu ilə. Deməli, cavabımız olur 8. Keçirik 56-cı suala. 56-cı sualda deyilir ki, elastik yayın sərtliyi üçün doğru ifadələr hansılardır? K hərfi ilə işarə olunur. Bəli, kiçik K-la işarə olunur. Vahidi Newton vur metrdir. Xeyr, vahidi Newton böl metrdir. 3. Yaydan asılmış cismin kütləsindən asılıdır. Xeyr, yaydan asılmış cismin kütləsindən asılı deyil. Bir də 5. Cavab olur 1, 3, 5. Keçdik 57-ci suala. 57-ci sualda deyir, ağırlıq, uyğunluğu müəyyən eləməliyik və istiqamətləri göstərməliyik. Ağırlıq qüvvəsi, bax, deməli, aşağıya doğrudur, yəni C variantı. Dayağın reaksiya qüvvəsi dayaqdan perpendikulyar istiqamətdə olur, yəni Y variantı. Sürüşmə sürtünmə qüvvəsinin istiqaməti də isə cisim aşağı doğru hərəkət edirsə, bu da olacaq yuxarıya doğru, yəni B variantı. Cavab olur 1C, 2Y, 3D B bəndi. Keçirik 58-ci suala. 58-ci sualda bizə deyilir ki, 3 kiloqram cismi, 3 kiloqram kütləli yükü
çəkisiz milin hansı nöqtəsindən asdıqda sistem tarazlıqda olar. Bilirik ki, tarazlıqda olması üçün momentlər bərabər olmalıdır. Əvvəlcə sağ tərəfin momentini tapsaq, aşağıya doğru sağ tərəfin momentini tapmış olsaq, aşağıya doğru 5 kiloqramdırsa, bunun 50 newton ağırlığı var və dayağa qədər qolu 1, 2, 3, 4, 5. Yəni 50-ni vururuq 5-ə, oldu 250. Bərabər olmalıdır. Sağ və solun deməli momentləri bərabər olmalıdır. 80-i vururuq 2 bölgüdür 2-yə. Üstünə gəlirik 3 kiloqramdır. Yəni 30-u vururuq x-ə. Qəşəng yazın. Deməli. Deməli, buradan qəşəng yazaq. 50-ni vururuq 5 bölgüdür dayağa qədər. 250 bərabərdir. 80-in qolu 2, yəni 160. Üstə gəl. 30-un qolu bilmirik necədir. 30 vur x. Buradan deməli 250 bərabərdir 30 vurulmuş x-ə. Buradan da 30x-i tapsaq, deməli 30x bərabərdir 250-dən 160 çıxarıq 90, x də bərabərdir 3. Deməli biz 3 kiloqram cismi elə bir yerdən asmalıyıq ki, dayağa qədər qolu 3 bölgü olsun. Bu da düşür N nöqtəsinə. Deməli cavabımız olur N nöqtəsi. Keçirik 59-cu suala. 59-cu sualda bizə deyilir ki, deməli ideal qaz üzərində görülən iki qapalı prosesdir və burada işlərin nisbətini tapmalıyıq. Bilirik ki, PV qrafikində görülən iş fiqurun altında qalan sahədir. Birinci üçbucağın sahəsini tapsaq, o bərabərdir. Oturacağı 3 bölgü, hündürlüyü də 2 bölgü. Üçbucağın sahəsi 2də 1 AB. 2də 1 vurulmuş 3, bu da vurulmuş 2. Bunun cavabı olur 3. İkincinin sahəsində tapmış olsaq, yenə 2də 1 vur. Oturacağı 3 bölgüdür, hündürlüyü də 4 bölgüdür. Bunun da cavabı olur 6. Və bizə nisbətlərini soruşur. Yəni 3-ün 6-ya nisbəti, bu da olacaq 2də 1. Cavabımız olur 2də 1. Keçirik 60-cı suala. 60-cı sualda sabit kütləli ideal qazın halının dəyişməsi prosesidir. Biz deməli, bizə PT qrafiki verib, biz VT qrafikinə keçid eləməliyik. Deməli, V, bu da T. Əvvəlcə 1-2 prosesinə baxırıq. 1-2 deməli temperatur konstantdır və təzyiq azalır. Deməli, bu prosesin adı izotermik deməli genişlənmədir. Biz izotermik genişlənməni tapırıq. 1-dən 2-yə sabit və həcm artır. Keçirik ikinci hissəyə, yəni 2-dən 3-ə. 2-dən 3 hissəsinə görüb P sabitdir. P sabit isə VT-dən düz asılıdır və temperaturun azalma istiqaməti 3-ə. Deməli, qrafikimiz bu şəkildə olacaq. Əvvəlcə sabit yuxarı, sonra da bu şəkildə. Belə, hər kəsə xoş seyirlər.